Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdah və salatu və selamu alə mən la nəbiyyə bə'də. Deməli, qardaşlar, danışmaq istədiyim mövzu Quran-ı Kərimi əzbərləmək əslində asandır və bunun üçün bir neçə sadə qaydalar vardır. Deməli, Quran-ı Kərimi əzbərləmək Allahın asanlaşdırdığı böyük bir nemətdir. Uca Allah buyurur ki, Qəmər surəsinin 17-ci ayəsində وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ. Biz Qur'anı öyüd və nəsihət və yadda saxlamaq üçün asanlaşdırdıq. Yəni biz bu Qur'anı öyüd nəsihət almaq üçün və yadda saxlamaq üçün asanlaşdırdıq. Elə isə öyüd nəsihət alan varmı? Deməli, qardaşlar, hifzi qorumaq davamlı təkrar, səbir və mübarizə istəyir. Çünki Quran-ı Kərim təkrar edilmədikdə tez unudula bilər. Buna görə də alimlər həmişə təkrarı hifzin ən əsası və ən əsas qaydalarından saymışlar. İnsan nəfsi bəzən yorular, insan məşğul olar, dünya işləri çoxalar. Amma Quranla davamlı məşğul olmaq qəlbi diri saxlayar, dirildər, imanı gücləndirər və insanın həyatına bərəkət gətirər. Əzbəri möhkəmləndirmək yalnız hafiz olmaq deyil, ayələri düzgün oxumaq, mənalarını düşünmək və onlarla əməl etməkdir. Ona görə də ən böyük məqsəd budur. Dünya isə müvəqqətidir, keçicidir, yorğunluqlar, məşğuliyyətlər və insanlar bir gün geridə qalacaq. Lakin Quran üçün sərf olunan vaxt, öyrənilən ayələr və ixlasla edilən əməl Allah qatında daim qalacaq və insana fayda verəcək. Ən doğrusunu Allah bilir. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.